İnsanlar maşına belə ürəklə yanaşmırlar. Gəlirlər qiyməti soruşub çıxıb gedirlər. Birinci yaxşı getdilər, bazarı öldürdülər. Sonra özləri öldü də. Badamdar maşın bazarında hər növ avtomobilə rast gələ bilərsiniz. Çeşid-çeşid. Bəs görəsən hansı maşınlara daha çox tələbat var? Kruzdur, Malibudur, Elantra'dır, Azero'dur. Neçədən təklif edirsiniz avtomobili? 16 minə. Neçədən istəyirlər? 15'e istəyən var, 15 yarıma istəyən var. İndi istəyir ki, alan istəyir ki, həmişə ucuz alsın da. Bu dediyiniz, adını çəkdiyiniz avtomobil 2 ay öncə neçəyə idi qiyməti? 2 ay öncə məsələn alardın 14 minə. Yəni 2 aya 2000-ə yaxın fərq edir deyirsiniz. Olar ki, hə, fərq edir. Yaxşı, bəs BYD-dir, Çanqandır, xaricdən gətirən Koreya avtomobilləri, bunlarda vəziyyət necədir? Bunlar birinci yaxşı getdilər, bazarı öldürdülər. Sonra özləri öldü də. Əvvəlki günə baxan yerdə zəifçilikdir, çox zəifdir. Alınan maşınlar pisat Hyundai'lardır, Elantra'dır, Sonata'dır. Bazar əvvəlki günə baxan yerdə çox zəiflik yol həddindən artıq dirənibdir. Alıcı qüvvəsi zəifdir. Baxın, gündən-günə də rastlaşan qaldırırlar. Ona görə insanlar qalır belə şeydə, bizi də qınamayın, biz satanıq. Yəni rastlaşan qalxır maşını hər dəfə gələndə 500, 700 artıq gəlir. Mən də məcburam 500, 300 artıq eləyəm də. Ona görə alıcılar ona görə şey eləmirlər. Hər dəfə allanırlar, gəlib baxıb gedirlər, gələn dəfə gəlirlər, deyirlər, keçən bazar mən bunu 15-ə alırdım, indi 15 yarıma deyirsən. Deyirsən, vallahi qiymət qalxıb da, mən gör, yerində qalxıb, hər şey qalxıb. Unuzidir, bıydıdır, hamısı yandı da, ortaqda yandı. 2 gündən bir yanır. Onlara baxan yoxdur. O gün yoldaş var, biri sürüb gedib Şaxdağda yolda bloka düşübdü, 3 uşaq ailə ilə uşaqla qalx yolda. Problemdir başdan ayağa. Ya tələbat Ford Fusion'ədir, Cruzadır, Grandeo, Azera. Ən çox bunlar satılır. Burada yaxşı maşın çıxarsan satsan qardaş, yalan yoxdur. Yaxşı maşın çıxarıb satırsansa, yaxşı real alıcı gəlib əgər almaq istəyirsən maşını, yaxşı maşına pul verir vallahi. Baxmır durğunluğa, maşının aşağıda, yuxarıda qiyməti. Yaxşı maşına pul verir vallahi qardaş. Bəs qiymətlər necə artım mı var? Qiymətdə də artım var, bəli. Nə qədər artım var misal? 1500-2000 manat dəyərində artım var.